5 years, we'll have probably, so 5 years being, say, 2031, I think digital intelligence will exceed the sum of all human intelligence. 5 ildən sonra, ehtimal ki, 2031-ci ildə süni intellektin bütün bəşəriyyətin ümumi zəkasını üstələyəcəyini düşünürəm. Bu fikir texnologiya dünyasının ən tanınmış simalarından biri Elon Musk'a məxsusdur. Bir neçə il əvvəl yalnız elmi laboratoriyalarda inkişaf etdirilən bu texnologiya bugün milyonlarla insanın gündəlik istifadə etdiyi alətə çevrilib. Mətn yazmaqdan tibbi analizlərə, istehsaldan təhsilə qədər müxtəlif sahələrdə tətbiq olunan süni intellekt artıq təkcə texnoloji yenilik deyil, iqtisadi və sosial dəyişikliklər yaradan əsas amillərdən biri hesab olunur. Süni intellektə marağın sürətlə artmasının əsas səbəbi bu texnologiyanın hər kəs üçün əlçatan olmasıdır. Artıq adi istifadəçilər də mətn yazmaq, şəkil yaratmaq, kodlaşdırmaq və məlumatları analiz etmək üçün süni intellektdən istifadə edə bilirlər. Bununla yanaşı, bulut texnologiyalarının yüksək hesablama gücünün və böyük dil modellərinin inkişafı süni intellektin imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Şirkətlər də daha az xərc və daha yüksək məhsuldarlıq təmin etdiyi üçün bu sahəyə investisiyalar artırırlar. Süni intellekt insanların gündəlik işlərini asanlaşdırır, vaxta qənaət edir və məhsuldarlığa müsbət təsir göstərir. Süni intellekt bəzi peşələrdə iş proseslərini avtomatlaşdırsa da, eyni zamanda yeni ixtisaslara tələbat da yaradır. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə üstünlük bu texnologiyadan səmərəli istifadə etməyi bacaran insanların tərəfində olacaq. Məlumatların emalı, standart müştəri xidmətləri, sadə tərcümə və hesabat hazırlığı kimi işlər daha çox süni intellekt tərəfindən yerinə yetiriləcək. Lakin bu o demək deyil ki, süni intellekt bütün sahələrdə insanları əvəz edəcək. Bununla yanaşı süni intellekt mühəndisləri, məlumat analitikləri, kiber təhlükəsizlik mütəxəssisləri və rəqəmsal transformasiya üzrə ekspertlərə tələbat artacaq. Yaradıcılıq, strateji düşüncə və insan ünsiyyəti tələb edən peşələr isə hələ uzun müddət aktuallığını qoruyacaq. Qısaca gələcəkdə üstünlük süni intellektdən səmərəli istifadə etməyi bacaran mütəxəssislərin tərəfində olacaq. Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da süni intellektin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası bu sahədə innovasiyaların genişləndirilməsi, yüksək ixtisaslı kadr hazırlığı və təhlükəsiz tətbiq mexanizmlərinin yaradılmasını əsas hədəflər kimi müəyyənləşdirir. Texnologiyanın imkanları qədər onun yaratdığı risklər də cəmiyyətdə geniş müzakirə olunur. Müsbət cəhətləri odur ki, biz hər şeyi əlçatan istifadə edə bilirik və əldə edə bilirik. Amma mənfi cəhətlər ondan ibarət ki, Elon Musk'ın da dediyi kimi illər keçə bilər, bəzi peşələrə həqiqətən süni intellekt üstələyə bilər. Amma mən buna həqiqətən razı deyiləm. Çünki mən bir tibb tələbəsi olaraq düşünürəm ki, bir süni intellekt heç vaxt bir həkimin işini icra edə bilməz. Nəyisə araşdıranda daha tez hər hansısa bir mənbəyə çatmaq üçün süni intellektdən istifadə edə bilirik ki, biz soruşanda o bizə hazır linklərini göndərir və biz onun vasitəsilə axtardığımız mənbəyə daha tez çatırıq. Lakin bu mənaya gəlmir ki, onun vasitəsilə biz bütün hər şeyi edə bilərik. Mənfi cəhəti ondadır ki, biz bunu mühazirələrdən də axtarmalıyıq ki, daha yaxşı bilikləndiririk. Süni intellekt amma bunu bizə qısa məzmunlu şəkildə təqdim eləyir deyə ən çox bu süni intellektdən istifadə edirik. Müsbət tərəflərini onu deyə bilərəm ki, dərslərimin başa düşməyə asanlaşdırmasında, həmçinin tapşırıqların yerinə yetirilməsində mənə çox kömək eləyir. Ağıllarına hər sual gəldikcə süni intellektdən istifadə etdikdə bu zaman analitik düşünmə bacarıqlarını itirirlər və beləliklə artıq gələcəkdə hər hansısa bir sualla özləri qarşılaşdıqda, süni intellekt aləti əllərində olmadıqda onlar öz cavablarını verməkdən çəkinəcəklər. İşimizi asanlaşdırır, uzun məlumatları qısaltmağımıza köməklik göstərir və yaxud da bir məlumatı aktaranda uzun müddət onu araşdırmırıq da. Amma mənfi cəhətləri məncə onlardan ibarətdir ki, insanların analitik düşüncələrini azaldır, araşdırmaya həvəsini öldürür, daha sistematik düşündürür da insanları. Ekspertlər də hesab edirlər ki, qarşıdakı illərdə süni intellekt həm yeni imkanlar, həm də informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması və sosial təsirlər baxımından yeni çağırışlar yaradacaq. Süni intellektin əsas riskləri dezinformasiyanın yayılması, deepfake texnologiyalarının sui-istifadəsi, şəxsi məlumatların təhlükəsizliyi və bəzi peşələrdə iş yerlərinin azalmasıdır. Bundan əlavə, alqoritmlərin qərəzli qərarlar verməsi də ciddi problemlər yarada bilər. Buna görə süni intellektin inkişafı ilə yanaşı, etik prinsiplər, hüquqi tənzimləmə və insan nəzarəti də böyük əhəmiyyət daşıyır.
Görünən odur ki, gələcəkdə üstünlük yalnız süni intellektdən istifadə edənlərin deyil, onu düzgün tənzimləməyi, imkanlarından səmərəli yararlanmağı və risklərini idarə etməyi bacaran cəmiyyətlərin tərəfində olacaq. Çünki süni intellektin gələcəyini müəyyən edəcək əsas amil onun özü deyil, ondan necə istifadə edəcəyimizdir. Tərlan İbrahimova, Cəmil Məhərrəmov, NTV Xəbər.